Salam, hər vaxtınız xeyirli olsun. Sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Bir daha sizlərlə görüşə gəldiyimiz üçün çox şadıq. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bugün İslam dünyasında əzəmətli günlərdən sayılır. 12-ci imamımız İmam Sahib-əz-Zaman əleyhissalamın Mövlud günüdür və bu mübarək, bərəkətli gün münasibəti ilə bütün aşiqləri, İmam Zaman ağa müntəzirlərini ürəkdən təbrik edirik inşallah. Bayramınız mübarək olsun. Və əlbəttə ki, ürəklərdə olan ən böyük və ən birinci dua imamımızın tezliklə zuhur etməsidir. Allah imamımızı tezliklə zuhur etməsinə inşallah şərait yaratsın və bütün aşiqlər, onu sevənlər, məzlumlar ürəkdən, qəlbdən sevinsinlər. Həzrət Peyğəmbərimizin gözəl bir hədisi var, istəyirəm onu xidmətinizə çatdırım. Həzrət Peyğəmbərimiz buyurur ki, dünyanın sonuna hətta bir gün də qalmış olsa belə, Allah mənim nəslimdən, adı mənim adımdan olan bir şəxsi dünyaya göndərəcək. Və dünya zülmlə dolduğu halda dünyanı ədalətlə dolduracaq. Bəli, o ədalətli günün həsrətindəyik. Və bu mübarək gündə əlbəttə ki, studiyamızda qiymətli qonaqlarımız var. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım ilahiyyatçı, dinşünas Hacı Seyid Bəhram Dədəcanov. Hacı, xoş gəlmişsiniz. Allahın salamı olsun bizi izləyən hər kəsə və Allahın salamı olsun intizar əhlinə. Aleyküm salam. Allah inşallah zamana imamının zuhurunu təcil eləsin. Ağanın mövludu münasibəti ilə və bu aydakı mübarək aydır, Şaban ayı, büsbütün bayram ayıdır. Büsbütün mövludlarla dolu olan bir aydır. Və Allah bu ayın hörmətinə inşallah bizləri zamana imamının zuhurunu gecikdirənlərdən qərar verməsin inşallah. Və ağanın, nazənin qəlbini bizlərdən razı və xoşmud eləsin. Çox sağ olun. Yenə bizi dəvət eləmişsiniz və inşallah biz də bugün ağanın həm imamətindən, həm qeyb dövründən və həyat tərzindən inşallah bizi izləyən dəyərli izləyicilərimiz üçün söhbət açarıq. İnşallah. Təşəkkür edirəm. Seyid, var olasınız. Sizin gözəl söhbətlərinizi dinləyib zövq alacağıq. Yeri gəlmişkən elə bayramınızı da ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun. Növbəti qonağımız Əhl-i-Beyt məddahı Hüseyn İsalı. Hüseyn bəy, sizi də bu gözəl gündə xoş gördük. Çox sağ olacaq. Salamlayıram mən də əziz, dəyərli bu verilişi izləyən əzizlərimizi, qardaşlarımızı, bacılarımızı, analarımızı və minnətdarlıq bildirirəm başda kanalın rəhbərliyi olmağına və ələxsus Hacı, sizə təşəkkür edirəm ki, bu gözəl gündə, bu gözəl seçilmiş bir gündə məni dəvət eləmişsiniz. Xoş halıma ki, bu gözəl gündə də xidmət eləmək nəsib olub. Allaha and verəm öz İzzət Cəlalına. Bu xidməti bizlərə Allah çox görməsin. Nəinki imamımızın qeyb dövründə, elə imamın bu dünyada bizim aramızda olduğu müddətdə də Allah bizə nəsib eləsin, xidmət eləyək. Təbrik edirəm bütün aşiqləri, bütün intizar əhlini gözləyənləri, bütün bəşəriyyəti, hər nə qədər ki, Əhl-i-Beyti sevənlər var, bütün dostları təbrik edirəm. Allah bu günü mübarək etsin. Biz də ki, inşallah xidmətinizdəyik. Təşəkkür edirəm, var olasınız. Elə xoş hamımızın halına bu mübarək günü birlikdə yaşayırıq. O gün olsun ki, inşallah imamımızın gəlişi ilə bərabər, onun elə yanında, onunla bu mövludu, bu gözəl günü qeyd edək. Bir daha təbrik edirəm, bayramınız mübarək olsun inşallah. Minnətdaram dəvətimizi qəbul edib gəldiyiniz üçün. Gözlər yolunu
aşiq olan gözləri giryan. Gözlər yolunu, aşiq olan gözləri giryan. Gəl, ey gözümün nuru, ağam, sahibi dövran. Dünya evi virandır, dünya evi virandır, ədalətdən əsər yox. Döndü xəzana gülşənimiz, bağda bəhər yox. Gözlər dikilib yollara, səndənsə xəbər yox. Gəl, ey gözümün nuru, ağam, sahibi dövran. Gör bir necə ağuşuna almış bizi qəflət. Haqdan ki uzaq düşdü o gündən bəri ümmət. Allahı qoyub Adəm edir şeytana xidmət. Eylir bu qədər səhv-ü xəta əhli müsəlman. Gəl, ey gözümün nuru ağam, sahibi dövran. Fitnə toxumun səpdi ki şeytan bu cahanə. Almış hədəfə mümini, mümindir nişanə. Haqq əhli qalıb bir yana, dönmüş bu zəmanə. Qalmış niyə nahəqlər əlində belə meydan? Gəl, ey gözümün nuru ağam, sahibi dövran. Haqqın şəmi sönmüş, alışıb zülmün ocağı. İnsanlıq ölüb, sanki onun yoxdur sorağı. Ey məzlum olan şiələrin arxa dayağı, gəl eylə bu məzlumilərin dərdinə dərman. Gəl, ey gözümün nuru ağam, sahibi dövran. Qoyma qala zalimlər əlində ağa dünya. Gəl yandır ədalət çırağın, qıl onu bərpa. Qoyma yana hicrindəki aşiqləri tənha. Şad eylə pərişanları, ey qəlbi pərişan. Gəl, ey gözümün nuru ağam, sahibi dövran. Bəli, dünya ədalət intizarında, ədalət isə Məhdi intizarında. Əziz dəyərli izləyicilərimiz, inşallah bir daha bu mübarək gün münasibəti ilə hər birinizi ürəkdən təbrik edirik və əlbəttə ki, bugün mövzumuz 12-ci imamımız Sahibəzzaman əleyhissalamın həyatı barəsində olacaq inşallah. Elə ilk sualla bizim əziz dəyərli ilahiyyatçıya Hacı Seyid Bəhram qardaşıma müraciət edirəm. Əvvəl elə ilk sualım belə olsun. Hacı, imamət ümumiyyətlə mövzusu nübüvvətin davamıdır. Və imamətin də xüsusi bir funksiyaları var. Elə belə başlayaq suala ki, imamət nə üçün önəmlidir? Bir daha bizi izləyən hər kəsi salamlayırıq bu gözəl gündə. İmamların ümumiyyətlə imamət sifətini izah eləmək və yaxud onu dərk eləmək bir növ əqlimizin fövqündədir. Amma Quran-ı Kərimdə ki, imamət ayələri var. Mütəal Allah Bəqərə surəsinin 124-cü ayəsində Həzrət İbrahim əleyhissalama buyurur, biz səni yeryüzünə imam və rəhbər təyin elədik. Və Həzrət İbrahim əleyhissalam orada Allaha sual verir ki, bəs mənim nəslimdən necə? Ayın ardından Allah buyurur, bizim peymanımız zalimlara çatmaz. Ümumiyyətlə, Quran-ı Kərimdə belə bir şey var ki, hər bir ayənin şən-i nüzulu var. Yəni, nazil olunma səbəbi var və 6236 ayədən heç bir ayə yersiz nazil olunmayıb. Mütləqdir ki, bir ayənin nazil olunma səbəbi vardır və təfsir alimləri də həmin bu ayənin nazil olunma səbəbini izah edirlər və orada Mütəal Allah bir cümlə ki, işlədir bizim peymanımız zalimlara çatmaz. Əvvəl görə kim imam ola bilər? Baxın, ayədə Allah işlətdiyi kəlamla bu kəlamların fərqinə baxın. Bir insanın əvvəli zalim, sonu mömindirsə imam ola bilməz. Burada bir məsələ də var ki, bir var Allahın təyin elədiyi imam, bir də var, məsəl üçün, məscidlərdə də biz imam cəmat deyirik, insanların təyin elədiyi imam. Yəni, bunların arasında fərq nədir?
Bir insanın əvvəli zalim, sonu mömin. Mümkündür imam olsun. Bir insanın əvvəli mömin, sonu zalim. Bu da mümkündür imam olsun. Ama bir insanın əvvəli de zalim, sonu da zalim. Bu da mümkündür imam olsun. Ama bir insanın əvvəli de mömin, sonu da mömin. Burada zalim kelimesi yoktur. Allah doğru ayada deyir ki, demir bizim peymanımız heç kimə çatmaz. Allah ayada buyurur ki, bizim peymanımız zalimlara çatmaz. Ve Allah'ın Hazreti İbrahim Aleyhisselam'ı yeryüzüne imam ve rehber tayin ettikten sonra ve orada tefsir alimleri buyuruyor ki, benim neslimden olan hayırlı insanlardan başka. Orada mesela için Hazreti İbrahim Aleyhisselam bizim İslam peygamberimizin 30. babasıdır. Mesela için Hazreti İbrahim Aleyhisselam'ın evlatları Hazreti İshak peygamber ve İsmail peygamber. İshak peygamberin oğlu Hazreti Yaqub, Yaqub Aleyhisselam'ın oğlu Hazreti Yusuf, Yusuf'un neslinden sonra peygamberlik dayandı. Orada məqamlar var, onun işimiz yok ve Hazreti İsmail Aleyhisselam'ın neslinden devam elədi, düz geldi, Xatamul Nəbi, yani sonuncu peygamber de dayandı. Ve imamın da imamet sifətini dərk eləmək, bayaq ki qeyd elədim, əqlimizin fövqündadır, amma hər bir insan öz zamana imamını tanımalıdır. Eğer bir insan öz zamanəsinin imamını tanımırsa, həmin halda dünyasını dəyişərsə, həmin insanın ölümü cahiliyyət dövründə ölən ərəblərin ölümündən heç bir fərqi yoxdur. Allah ki Quran-ı Kərimdə mübarək İsra surəsinin 71-ci ayəsində buyurur ki, يَوْمَ نَدْعُ كُلَّ اُنَاسٍ بِإِمَامِهِمْ Həmin gün hər kəs öz imamı ilə çağırılacaq və insanlara sual veriləcək ki, bəs sənin zamanəvin imamı kim idi? Nə cür rəhbərlik elədik? Və Allah da buyurur ki, mən yeryüzünü əsla höccətsiz qoymaram. Necə ki, demək, nübüvvət gəldi, Xatamül Nəbi, Quran-ı Kərimdəki Əhzab surəsində də Allah buyurur, Xatamən Nəbi, yəni xətm olundu və peyğəmbərlik xətm olunandan sonra, ondan sonra İslam peyğəmbərinin 12 canişini və onların əvvəlincisi Əmir əl-Müminin və sonuncusu da İmam Mehdi Əcəlallahu fərəcədir. Və necə ki, Allah Quran-ı Kərimin Leyl surəsinin 2-ci ayəsində buyurur ki, yəni zülmətdən nura çıxardan, həmin bax, yeryüzü tamamilə zülmlə dolandan sonra İmam zaman Əcəlallahu fərəcə zuhur eləyəcək və tamamilə demək olar ki, həm cəhalət, həm ədalətsizlik, haqsızlıq, yeryüzündə tökülən nahaq qanlar hamısı dayandırılacaq və bütün yeryüzündə Allah'ın istədiyi hakimiyyət bərqərar olacaq inşallah. İnşallah. Sizə təşəkkür edirəm. Və mövzumuz da əlbəttə ki, 12-ci imamımız İmam Sahib Əz-Zaman Əleyhisselam haqqındadır. Xahiş edirəm, izləyicilərimizə məlumat verərdiniz İmam Zaman Əcəlallahu Fərəcəhu Taalanın həyatı barəsində kimdir, kimin övladıdır və əlbəttə ki, o yerə qədər ki, onun qeyb olma mərhələsi baş verdi. Xahiş edirəm bu barədə qısaca məlumatları. İmam Zaman Əcəlallahu Fərəcə bizim 11-ci imamımız İmam Həsən Əskəri Əleyhisselamın övladıdır. Anası Nərcis xatundur və tarixdə yazılıb ki, özdə o Rum nəslindən idi, amma iffətli bir xanım idi ki, İmam Zaman kimi bir şəxsiyyət dünyaya gətirdi və onun hələ dünyaya gəlməmişdən əvvəl, yəni dünyaya gəlişini xəbər vermişdilər, amma burada bir ilahi sir var idi ki, bəzi, məsəl üçün, onlardan qabaqki dönəmdə olan Əbbasi xəlifələri var idi, yəni Əməvilərin süqutundan sonraki Əbbasilər gəldi, Mənsur Dəvaniqdən başladı, Mötəzim, Mötəsid, Harun Ər-Rəşid, Məmun Ər-Rəşid, Mehdi və s. da. Bunlar yəni bir növ onların dünyaya gəlməyini belə istəyirdilər ki, əngəlləsinlər və imkan verməsinlər. Amma bir şey bilmirdilər ki, Mütəal Allah əgər iradə edərsə, onun qarşısını heç bir şey ala bilməz. Və o dünyaya gəlməmişdən, yəni onun dünyaya gəlişi iki peyğəmbərin həyatına bənzəyir. Onlardan biri Həzrəti İbrahim Əleyhisselamdır ki, Həzrəti İbrahim Əleyhisselamın dövründə münəccimlər Nəmrüdə xəbər verirlər, bir oğlan uşağı dünyaya gələcək, səni taxt tutacdan salacaq.
Amma Allah elə eləyir ki, İbrahimin anasının hamiləliyini heç kim ayırd eləyə bilmir. Xəstəlik adı ilə şəhəri tərk edir və gedir Həzrəti İbrahim əleyhissalamı bir qalada dünyaya gətirir. Və o hətta bizim dərsimiz olub ki, o dərsin, qissənin sərlövhəsi bu cürdür. Mən kəthral əsnəmə, bütləri kim sındırdı? İbrahim əleyhissalam 15 yaşına qədər qalada böyüyür, 15 yaşdan sonra şəhərə gəlir və görür bir də insan məsəl üçün günəşi sitayiş edirdir. Bəh, nə gözəl Allahdır bu. Mən də buna sitayiş edirəm. Axşam olur, deyir, əqdəmdən döndüm. Deyirlər, nəyə görə? Deyir ki, bəs gün indi kimdən istəyim? Gün batandan sonra. Aya sitayiş edənləri səhər açılır, yenə deyir ki, mən əqdəmdən döndüm və bu minvalla insanlara tək Allahlığa dəvət edir və axırda da Nəmrudun sonunu gətirir. Görsən, Allah iradə eləmədi. İkinci, Musa Peyğəmbər dünyaya gəlişi ilə yenə münəccimlər xəbər vermişdilər. Hətta İbrahim Peyğəmbər dünyaya gəlməmişdən əvvəl Nəmrud əmr edir ki, nə qədər oğlan uşağı dünyaya gələcək, hamısını öldürün. Yazırlar, 100 mindən çox oğlan uşağını öldürdülər. Amma Allah iradə eləmədi. Görsən, İbrahim Peyğəmbər Allah istədi, dünyaya gəldi. İkinci Həzrəti Musadır ki, anası bir sandığa qoydu, gətirdi. Firon evində Asiya böyütdü onu, Asiya xanım böyütdü onu və üçüncü o şəxslərdən Həzrəti Mehdi Əcəlallahu fərəcədir ki, Allah iradə eləmədi ki, onun dünyaya gəlişini kimsə bilsin. Və zamana imamı, İmam Mehdi Əcəlallahu fərəcə Hicri 255-ci il Şəban ayının 15-i, yəni Neymə-i Şəbanda Samirra şəhərində dünyaya gəldi və ağanın həyatı 4 dönəmə bölünür. Bir uşaqlıq dönəmi 5 yaşına qədər, ikinci qeybəti suğra, yəni kiçik qeyb dövrü və sonra qeybəti kubra və bir dönəmdə indiki yaşanan dönəmdir ki, ağa bax həmin bu dönəmdə yaşayır və onun xüsusi fərmanları var və onun da ağanın da xüsusi naibləri var ki, onunla görüşür və atası İmam Həsən Əskəri əleyhissalam dünyasını dəyişəndən sonra və 5 yaşında imamət məqamına çatdı. Hətta İmam Həsən Əskəri əleyhissalam dünyasını dəyişəndə oradakı Cəfəri Kəzzab deyirlər, yəni istirdi namazını qılsın və özü gəldi onu oradan uzaqlaşdırdı və İmam Həsən Əskəri əleyhissalamın cənazə namazında özü qıldı. Çünki mümkün deyil ki, yəni məsum olanın namazını qeyri-məsum qılsın. Və ağa Əcəlallahu fərəcə 5 yaşında öz atasının cənazə namazını qıldı və demək, bu qaynaqlara görə, yəni bir neçə hədislər var ki, demək, Əhl-i-Beyt məktəbinin qaynaqlarında İmam Mehdi ilə bağlı hədislər, yəni 12 imam var. Birincisi Əlidir, Əmir-əl-Müminin əleyhissalam, sonuncusu İmam Mehdidir. Bu barədə düz 91 hədis var. Sonra 12 imam var. Sonuncusu isə Mehdidir. Bu barədə yenə 94 hədis var. 12 imam var. 9-u Hüseynin nəslindən. 9-uncusu isə Mehdi Əcəlallahu fərəcədir. 107 hədis var bu barədə. Mehdi Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin əhl-i beytindəndir. 389 hədis var. Mehdi Əlinin nəslindən olacaq. 214 hədis var. Mehdi Fatimənin nəslindən gələcək. 192 hədis var. Mehdi Hüseynin nəslindən çıxacaq 185 hədis və bu minvalla hardasa bəlkəm axırıncı Mehdinin adı və künyəsi, ləqəbi Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmin künyəsi ilə eynidir. 47 hədis var və bu Ayətullah Əminin öz əsərində də qeyd olunmuşdur. Təşəkkür edirəm. İnşallah ki, əlbəttə söhbətimiz, mövzumuz üzərində davam edəcək və verilişimizin bu gözəl anında mən istəyirəm bizim dəyərli qonağımız Əhl-i-Beyt məddahı Hüseyn bəyə söz verək. Hüseyn bəy, inşallah əlbəttə ki, bayram əhval-ruhiyyəsi ilə hər birimiz yəni bu əhval-ruhiyyəni yaşayırıq. Sizin də inşallah ki, səsinizlə, avazınızla, İmam Mehdi əleyhissalamdan oxuduğunuz gözəl ifanız daha da ürəyimizi, qəlbimizi mənəvi cəhətdən gözəlləşdirəcək. Buyurun, söz sizindir. Ey qələm sözlərində əsər yox, aşinadan mənə bir xəbər yox, aşinadan mənə bir xəbər yox. Gəldi bu cümlədə keçdi ya Rəbb,
Fatimə Yusifindən xəbəri yox. Fatimə Yusifindən xəbəri yox. Kim deyir ayrılıq dərdə salmaz, aşiqin səbrini əldən almaz. Aşiqin səbrini əldən almaz. Ey gözüm yollara bax darıxma, gün həmişə bulud atda qalmaz. Gün həmişə bulud atda qalmaz. Accelallah faracek, accelallah, accelallah faracek, accelallah. Buludlar arxasında bir güneş var. Çıx əmri gəlməyincə yanmaz aşkar. Əsirlər ötsə də sən ey ümid var. Ümid var ol ki bir zaman parıldar. Gələr ay üzlü bir mələk. Accelallah, accelallah faracek, accelallah. Accelallah faracek, accelallah. Zuhur təcil et ilahi gəlsin. Bu orta ümmətin pənahı gəlsin. Qaranlığı yaran sabahı gəlsin. Taal deyək ki tez o dahi gəlsin. Əməldə göstərək gərək. Accelallah, accelallah faracek, accelallah. Accelallah faracek, accelallah. Hayatı xallasetha bintidarek. ظلام منتظر يطلع نحارك. يا غايب يا وقت ترجع لدارك. بجيت انا وبجيت طارع لسارك. بالحسين توصلت. عجل الله، عجل الله فرجك، عجل الله. عجل الله فرجك، عجل الله. Məzlumların nəsibi yox bahardan. Ürək qan ağlayır bu ahuzardan. Bu aləmin nə fərqi dörd divardan. Qubar olub daha bu intizardan. Döyünmək istəmir ürək. Accelallah, accelallah faracek, accelallah. Accelallah faracek, accelallah. Accelallah faracek, accelallah. Accelallah faracek, accelallah. Ayrılıq ateşi yandırıb yaxanda. Sənin eşqin ilə yollara baxanda. Ayrılıq ateşi yandırıb yaxanda. Sənin həsrət ilə yollara baxanda. Gəlsin məzlumların göz yaşı axanda. Gəlsin məzlumların göz yaşı axanda. Ya Mehdi, ya Mehdi, ya Mehdi, ya Mehdi. Ya Mehdi, ya Mehdi, ya Mehdi, ya Mehdi. Edrikni ya Mehdi, ya Mehdi, ya Mehdi. Ya Mehdi, ya Mehdi, ya Mehdi, ya Mehdi. Hak gelse batilden bir alamet kalmaz. Esmez xəzan yeli, gül imamet solmaz. Hak gelse batilden bir alamet kalmaz. Esmez xəzan yeli, gül imamet solmaz. Ya Mehdi, ya Mehdi. Ya Mehdi, ya Mehdi. Teşekkür edirəm. Sağ ol, Allah Ayaz, razı olsun. sağ ol, sağ ol. Gözəl, Minnətdaram gözəl, Hüseyin can. maşallah. Allah səsinizə Teşekkür bərəkət ederim, versin. teşekkür ederim. Bayramınız bir daha mübarək olsun inşallah. Ümid edirik ki, elə sizə bir gözəl
Mədhiyyələri oxuyasınız, İlahi, ilahələri ilahi. zikr edəsiniz inşallah. Təşəkkür edirəm. İndi isə yenidən istəyirəm Seyid Bəhram əzizimizə bir daha müraciət edeyim. Seyid, imamın hansı ki o qeyb olan dövrünə qədər müddəti danışdınız, məlumatları çatdırdınız və istəyirəm ki, elə imamın qeybətindən danışaq. Yəni, neçə qeybətli imamımızın olub və o qeybət dövründə hansı göstərişləri yerinə yetirib, daha doğrusu hansı göstərişləri öz köməkçilərinə verib, ümumiyyətlə onunla necə rabitə qurublar, əlaqə qurublar, zəhmət olmasa bu barədə məlumat verərdiniz. Ümumiyyətlə, İmam Zaman Əcəlallahu Fərəcənin qeybət sonrası demək təqribən 69 il, 70 ilə yaxın çəkdi. Və onun qeybəti sonrasında, demək, qeybəti sonrası bitəndən sonra zuhur elədi və təzədən Samirra şəhərində elə İmam Həsən Əskəri əleyhissalamın və İmam Hadi əleyhissalamın məzar-ı şəriflərin düz yanından ağanın qeybəti kübrası başladı. Ağanın qeybəti kübrası başlayandan sonra ağanın xüsusi naibləri var ki, onların vasitəsilə ağa göstəriş verirdi. Bu, yəni öz dövründə olanda da xüsusi naibləri vardı. O naiblər 4 nəfərdir. Onlardan birincisi Osman bin Səiddir. Sonra Muhammed bin Osmandır. Sonra Hüseyin bin Ruhdur və Ali bin Muhammedi Səməridir. Ağanın xüsusi tapşırıqlarını, yəni bu insanlar, bu 4 nəfər yerinə yetirirdi və sonra ümumi naibləri var və ümumi naibləri də demək, Mehdi Əcəlallahu Fərəcə özü deyir ki, onların yəni müctəhidləri ələl-xüsus nəzərdə tutur və deyir ki, onların hökmü mənim hökmümdür. Onlarla müxalifət eləmək və onlarla müxalifət eləmək mənimlə müxalifət eləməkdir. Amma belə də insanlar istəsələr, hər kəs istəsə öz əməllərin gözəlliyi ilə İmam Zaman Əcəlallahu Fərəcə ilə görüşə bilər. Hədislərdə var ki, bəzi insanlar onu görəndə, yəni biləndə ki, bu Mehdi Əcəlallahu Fərəcədir, siması tanış gələcək, deyər ki, biz bunu hardasa görmüşük. Allah rəhmət eləsin, dəyərli alimlərimizdən Ağa Bəhcət buyurur ki, o həzrət bizim bəd əməllərimizin ücbatından 1000 illərdən çoxdur ki, zuhur eləyə bilmir. Və onunla görüşənlər də var. Bir neçəsini mən qeyd edeyim, necə görüşmüşdü o ilə. Məsəl üçün, bizim dəyərli müctəhidimiz Ayətullah Sistani Ağanın atası Mirdamət Sistani Ağa ilə görüşənlərdən biri olub. Və onu görmək üçün 40 gecə ziyarət-i aşuranı oxuyur. Ziyarət-i aşuranı oxuyur və bir gün bir qadın dünyasını dəyişir və qadının demək, dəfn mərasimində ağanı görür. Ağa Cəlallahu Fərəcə ona deyir ki, bəs Mirdamət məni görmək üçün 40 gün ziyarət-i aşuranı oxumağa ehtiyac yox idi. Deyir, bəs necə görməlidim səni? Dedi, bax, bu qadın kimi yaşamaq lazım idi. Deyir, qadın necə yaşadı? Dedi, hicabı qadağan elədilər, 8 il bayra çıxmadı. Allahın istədiyi kimi yaşadı və Allahın hökmü hicabı da bir Quran-ı Kərimin ayəsidir. Nur surəsinin 31-ci ayəsidir. Sanki Allahın ayəsini insan başında daşıyır və bunu həmin dövrdə qadağan elədilər. Həmin o qadın 8 il hicabsız olduğuna görə çölə çıxmadı və heç kim görmədi onu. Allahın ona bəxş elədiyi iffəti qorudu. Və məsəl üçün, ağanın öz göstərişi ilə tikilən məscidlər var. Onlardan biri Cəmkəran məscididir. Həsən Mosla adında bir şəxs yuxuda görür və ağa ona əmr edir ki, orada hətta nə ki əkmişdi, biçmişdi, onları da yəni Allahın yolunda məsrəf eləsin və orada ibadət eləmək üçün həmin o məscidi tikdirmişdilər və İmam Zaman Əcəlallahu Fərəcənin zuhurunun bu qədər bəzən sual da verirlər. Hətta bir sual ünvanlanmışdı ki, necə olur ki, məsəl üçün bu qədər yaşamaq olar, bu qədər yəni uzun müddət çəkdi, hardasa təqribən 1100 ildən demək olar ki, çoxdur və Quran-ı Kərimdə bu barədə məsəl üçün Nuh Peyğəmbər Allah işarə eləmişdir. Mübarək Ənkəbut surəsinin
14-cü ayəsində Allah buyurur, bəs orada Həzrəti Nuh Peyğəmbərin təkcə Peyğəmbərliyinin, yəni deyir 50 il çatmadı ki, o sizin aranızda 1000 il Peyğəmbərlik eləsin. 950 il, yəni Quran-ı Kərim açıq, aşkar, burada göstərir ki, Nuh Peyğəmbərin belə təkcə Peyğəmbərliyi 950 il çəkdi. 950-də müfəssirlər yazırlar ki, cəmi 81 nəfərə hidayət eləmişdi. Demək, və başqa bir ayədə Allah Quran-ı Kərimdə açıq-aşkar Vaqia surəsində buyurur ki, əcəlləri təyin edən bizik. Kiminə çox, kiminə az. İnsan var, məsələn, insan ana bətninə düşəndən, hətta ruh gələndən sonra artıq əcəl sayılır. Görsən, 1 aylığında, 5 aylığında, 9 aylığında hətta ana bətnindən belə tələf olur. Dünyasını dəyişir. Adam var, görsən, nə qədər müddət yaşayır. Bəzi insanlar dövrlə onu ölçürlər, deyirlər ki, mümkündür ki, yəni insan bu qədər yaşasın. Nə ilə qidalanır, necə qidalanır. Bəzən görsən, bir insan hətta belə xəstə düşəndə, Allah xəstələrimizə, cəmi xəstələrimizə şəfa versin. Görsən, bir neçə müddət adi şəkildə, yəni təbii qaydadan qidalana bilmir. Görsən, müəyyən bir vasitələrlə qidalandırıcı vururlar ki, görsən, yeməyi əvəz edir. Amma biz onu görmürük deyə, biz deyə bilmərik ki, bu nəyinəsə qidalanmır və yaxud nəsə yemir, nəsə içmir. Bu ilahi bir təqdirdir və Allahın bir dənə kun fəyəkun deməklə, yəni ol deməklə hər şey olur və İmam Zaman əcəlallahu fərəcə demək, düz qiyam edənə qədər də yaşayır və bu ilahi təqdirdir. Hər kim ki, məsəl üçün bu fikirlə razılaşmır, bəzilədir ki, belə şey ola bilməz, mən belə düşünürəm, filan kəs belə düşünür, amma din sənin, mənim fikrim deyil. Yəni, mən belə düşünürəm, əgər din fikirlərlə ölçsəydi, onda din tamamilə qarışmış bir vəziyyətdə olardı və aradan gedərdi insanların nəzərinə görə. Ağanın da adların da mənası var, qaim. O suala keçməmişdən azə istəyirəm bu yəni mövzunu biraz da biraz geniş şəkildə müzakirə edək. Ümumiyyətlə dini prizmadan baxsaq məsələyə, bizim diri olan peyğəmbərlərimiz hansılardır? Yəni onları İmam Zaman ağanın uzun ömürlülüyünə, yəni bu qədər müddət yaşamağına misal çəkmək olarmı? Bəli, bizim yəni hədislərdə var ki, bir neçə peyğəmbərimiz diridir. Onlardan elə götürək Həzrəti Xızır əleyhissalam. Həzrəti Xızır əleyhissalam bütün peyğəmbərləri görüb. Həzrəti Adəmdən düz xatəmə qədər bütün peyğəmbərləri görüb və hər peyğəmbərə özündən sonra gələn peyğəmbərin müjdəsini verib. Məsəl üçün, Quran-ı Kərimdə müjdə məsələsində İsa Peyğəmbər, sonuncu Peyğəmbərimizin Muhammed sallallahu aleyhi və səlləmin müjdəsini verir və orada Əhməd adının xitab edir. İdris Peyğəmbərdir, İlyas Peyğəmbərdir və bu Peyğəmbərlər yəni günü bugünə qədər İsa Peyğəmbərdir və İmam Zaman əcəlallahu fərəcədən qabaq İsa Peyğəmbəri zuhur eləyəcək və orada Dəccalın zuhurundan da söhbət açılır. Hətta Dəccalı yazılır ki, İsa Peyğəmbər özü qətlə yetirəcək və bütün müsəlmanlara İslam dinini qəbul etdirəcək. Həzrəti İsa aleyhissalam və Həzrəti İsa aleyhissalam özü İmam Zaman əcəlallahu fərəcənin arxasında namaz qılacaq və onunla həmin o qiyam eləyəndə onunla çiyin-çiyinə vuruşanlardan biri Həzrəti İsa aleyhissalam olacaq. Seyid, ümumiyyətlə belə deyək, tibbi baxımından məsələyə yanaşsaq, yəni imamın, bir insanın belə deyək də, daha doğrusu uzun ömürlü yaşamağına hansı misallar, hansı argumentlər gətirmək olar? Baxın, məsəl üçün, elə Azərbaycanın özündə uzun ömürlər diyarı var, məsəl üçün Cənub zonası. Bəli, xüsusilə lirik. Bəli, Cənub zonasında Şirəli Müslümov adında, Mahmud Eyvazov adında Şirəli Müslümov özü 168 il yaşayıb. Hesablayanda 3 əsr görüb. Bəli. 3 əsr. Demək, yaşayışı da bir əsr yarımdan çoxdur. Yəni bu da yəni bəzən görsən deyirlər orada iqlimə görədir, qidalanmaya görədir. Düzdür, bu da müəyyən bir amil ola bilər, bir səbəb ola bilər, amma tamam səbəb deyil. Yəni çünki tam səbəb odur ki, Allahın təyin elədiyi əcəllər.
Yəni bir şey ki, Allah kimə ki, nə qədər. Məsəl üçün, bayaq ki, misal gətirdim Həzrəti İbrahim əleyhissalamdan. O vaxt İbrahim əleyhissalamın yaşı az idi. Amma yazılır ki, Nəmrudun yaşı 400 ildən çox idi. Nəmrud istəyirdi İbrahim əleyhissalama biyyət gətirsin və Nəmruda dedilər ki, sən 400 ildən çox hakimiyyətin var. Necə ola bilər ki, sən durub bir dənə uşağa biyyət gətirirsən və Nəmrud öz əqidəsindən döndü və Həzrəti İbrahim əleyhissalama dedi ki, Allaha deyinə mənlə müharibə hazırlaşsın. Məsəl üçün, Musa Peyğəmbər. Musa Peyğəmbər Quran-ı Kərimdə ən çox adı çəkilən Peyğəmbər. 136 dəfə Musa Peyğəmbərin adı çəkilib və müfəssirlər yenə Musa Peyğəmbər haqqında yazırlar ki, 240 il ömür sürdü. Yəni tibbi cəhətdən də ümumiyyətlə də belə deyək. İndi elə bəli, elə insanlar var ki, məsələn dini məsələləri qəbul eləmirlər. Təbii ki, onlara da yəni cavab belə verilə bilərmi ki, Seyid bax çox gözəl qeyd elədiniz. Məsələn, qazıntılar zamanı, məsələn, insan qalıqları falan məsələn tapılır da, yəni onları DNT analizi etdikləri zaman məsələn, yaşında təyin etmək olur, kim olduğunu təyin etmək olur, cinsiyyətini təyin etmək olur və o əlbəttə ki, araşdırma zamanı o insanların daha uzun ömürlü olduğunun qənaətinə gəlir. Elmi, yəni dəlillər vasitəsilə də. Yəni, bizdən öncəki insanlar, belə deyək də, haradasa bir 1000 il, bəlkə də 2000 ilində müəyyən bir dövrdən söhbət gedir ki, uzun bir dövrdür. Həm cüssə baxımından böyük olublar. Məsələn, bir neçə yenə də deyirəm, hətta siz ziyarət eləmişsiniz Suriyada, Şamda, Həzrəti səhv etmirəmsə, Habilin qəbridir orada, bir uzun bir qəbir var orada. Bəzi yerlərdə bir neçə, məsələn, tanınmış, yəni tarixdə adı keçmiş insanların qəbirləri var ki, hətta 3 metr, 4 metr. Bəli, mənə də o dediyim odur. Bilal Həbəşin öz qəbri. Bəli, yəni bunlar var. Bir məsələ toxundunuz ki, yəni bioloji cəhətdən, yəni tibbi baxımdan insanların bəzən qəbul eləmədiyi bir şeylər var. Yəni insanın bu mümkün bir şeydir. Yəni insanın orqanizminə, hətta el dilində bir söz var, kimdir 100 il yaşamasa günah onun özündədir, belə bir söz var. Çox yaşamaq o demək deyil ki, insan yəni cavan vaxtında nə istəsə, nə eləyə bilirdi, onu eləməlidir. Yəni bu meyar deyil. Bəzən görsən insan ahıllaşdıqca, yəni yaşı çoxaldıqca düzdür, fiziki cəhətdən zəif olsa da, amma bəzən görsən o qədər dəyərli məsləhətlər olur ki, təbii ki, bəzi insanlar yəni ondan faydalanırlar. Yəni bu meyar deyil də, yəni bu tibbi cəhətdən mümkün deyil. Yəni deyirəm ki, bu Allahın iradəsinə bağlıdır, bu ilahi bir təqdirdir. Allah istədikdə, məsəl üçün Musa Peyğəmbərin bayaq ki, qeyd elədim, canını almağa ölüm mələyi gələndə birinci dedi, baxdı gəlişinə, dedi, sən bu gəlişin yaxşı gəlişə oxşamır. Dedi, bəli, Allah məni göndərib canını almağa. Dedi, canımı necə alarsan? Dedi, gözlərindən, dedi, mən bu gözlərimdən Allahın əzəmətini görmüşəm. Əllərindən, dedi, dua eləmişəm. Hər bir üzvün deyində, dilindən deyirdir, Allahla danışmışam. Və bir neçə minvalın ayaqlarından deyirdi ki, Tur-i Sinaya getmişəm Allahla münacət eləməyə. Allah ölüm mələyinə əmr elədi ki, dəymə onu nə vaxt özü istəsə, o vaxt alarsın canını. 240 il ömür sürdü. 240 ilin tamamında öz qəbrini qazdı və yazılır ki, tarixdə yeganə Peyğəmbərdir ki, öz qəbrini qazıb. Yəni bunlar ilahi təqdirlərdir. Bizim razı olub olmamağımızın demək heç bir önəmi yoxdur. Allah bir şey ki, iradə edibsə, ol deyibsə, yəni kun fəyəkun deyibsə, o mütləqdir, baş tutacaq. Və Allah Quranda da bayaq ki, qeyd elədim, ayədə açıq-aşkar edir ki, əcəlləri təyin eləyən bizi kiminə çox, kiminə az, nə kiminsə arzusu və yaxud fikri Allahın təyin elədiyi əcəli azalda bilməz və yaxud da onu çoxalda bilməz. Eyni ilə İmam Zaman Əcəlallahu Fərəcənin ki, qeybəti kubrası başlayıb və böyük qeyb dövrü başlayıb və Allahın istədiyi zamana qədər həmin o dövr davam edəcək. Təşəkkür edirəm Seyid, var olasınız. Allah razı olsun. Həqiqətən də gözəl söhbətlər idi. Həm maarifləndik, həm də zövq aldıq sözün həqiqi mənasında. Minnətdarlığımı bildirirəm. Bir daha bayramınız mübarək olsun Hüseyin bəy. Sonda sizin bir gözəl İmam Zaman ağa haqqında bir ifanızla inşallah verilişimizi sonlandıracağıq.
Mən isə əziz dəyərli izləyicilərimiz sizinlə sağollaşma məcburiyyətindəyəm. Bizə ayrılan vaxt artıq sona yetdi. Təşəkkür edirəm ki, bizi izlədiniz. Bir daha hər birinizi bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm inşallah. Bayramınız mübarək olsun. Allaha əmanət olasınız. Xuda hafiz. Bugün gelsen alem olar, daha alem salim olar. Peşman olan zalim olar. Ben düzelsem gelersem mi ya Mevla? Bugün gelsen alem olar, daha alem salim olar. Peşman olan zalim olar. Ben düzelsem gelersem mi ya Mevla? Namazıma falih olsam, nefse karşı fatih olsam, emelleri salih olsam, ben düzelsem gelersem mi ya Mevla? Namazıma falih olsam, nefse karşı fatih olsam, emelleri salih olsam, ben düzelsem gelersem mi ya Mevla? Gıybeti bir yana koysam, şer böhtandan uzak olsam, yalandan amanda kalsam, ben düzelsem gelersem mi ya Mevla? Gıybeti bir yana koysam, şer böhtandan uzak olsam, yalandan amanda kalsam, ben düzelsem gelersem mi ya Mevla? Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mehdi. Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mehdi. Əməldə oxşasam sənə, heç kəsə vurmasam tənə, bəzək ola bilsəm dinə, mən düzəlsəm gələrsənmi? Namazıma falih olsam, nəfsə qarşı fatih olsam, əməlləri salih olsam, mən düzəlsəm gələrsənmi ya Mevla? Namazıma falih olsam, nefse karşı fatih olsam, emellerim salih olsam ya Mevla. Gıybeti bir yana koysam, şer böhtandan uzak olsam, yalandan amanda kalsam, ben düzelsem gelersem mi ya Mevla? Gıybeti bir yana koysam, şer böhtandan uzak olsam, yalandan amanda kalsam, ben düzelsem gelersem mi ya Mevla? Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mehdi, Ya Mehdi. Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mehdi. Ya Mevla, Ya Mevla, Ya Mevla, Ya Mehdi. Bugün gelsen alem olan.